Türk dövlətləri qış turizminin inkişafı üzrə əməkdaşlığı genişləndirir, onlar vahid qış turizmi marşrutları yaratmağa hazırlaşır. Bu istiqamətdə birgə yarışlar və marşrutlar planlaşdırılır. Söz gedən addımlar ölkəmizdəki Şahdağ və Tufandağ kurort kompleksləri üçün yeni imkanlar yaradır. Daha ətraflı sujetdə. Türk dünyası qış turizmi sahəsində ortaq layihələrə başlayır. Layihə çərçivəsində dağ xizək kurortları üzrə əməkdaşlıq müzakirə olunub. Türk dövlətləri turizminin baş katibinin müavini Mirhovit Azimov çıxışında bildirib ki, Türk dünyasında turizm əməkdaşlığı yeni mərhələyə daxil olur. Onun sözlərinə görə qış turizmi və qış idman yarışları türk dilli ölkələrin iqtisadiyyatında mühüm paya malikdir. Və bu sahədə ortaq layihələrin icrası, birgə yarışların təşkili və vahid turizm marşrutlarının yaradılması strateji əhəmiyyət daşıyır. Azimov qeyd edib ki, təşkilatın əsas məqsədlərindən biri türk dövlətlərini beynəlxalq miqyasda rəqabət qabiliyyətli vahid turizm məkanı kimi formalaşdırmaqdır. Müzakirə edilən vahid turizm marşrutları və ortaq yarışların təşkili gələcəkdə turistlərin bir səfər çərçivəsində bir neçə türk ölkəsinin kurortlarını ziyarət etməsinə imkan yarada bilər. Bu isə region üzrə qış turizmi bazarının formalaşması, investisiyaların artması və xüsusilə Azərbaycan kurortlarının Şahdağ və Tufandağın daha geniş beynəlxalq auditoriyaya çıxışı deməkdir. Türk dilli dövlətləri Xizək Kurortları İttifaqının baş katibi Orxan Bədəlovsa kurortlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, təcrübə mübadiləsi və birgə marketinq layihələri gələcəkdə ortaq turizm brendinin yaranmasına imkan verəcək. İttifaq üzv kurortlar arasında davamlı əməkdaşlıq mexanizmlərinin qurulmasını və xidmət keyfiyyətinin artırılmasını hədəfləyir. Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə beynəlxalq səviyyəli qış idman yarışlarının turist cəlbi baxımından xüsusi əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə beynəlxalq federasiyalarının əməkdaşlıq çərçivəsində keçirilən yarışlar artıq Azərbaycanın turizm potensialının tanıdılması üçün effektiv marketinq alətinə çevrilib və ölkə imicinə müsbət təsir göstərir. Bununla yanaşı Türk dövlətləri arasında qış və dağ turizmi üzrə ortaq marketinq strategiyasının hazırlanması, investisiya imkanlarının təşviqi, kadr hazırlığı və əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub. Həmçinin iştirakçılara Türk dilli dövlətləri Xizək Kurortları İttifaqının rəsmi veb səhifəsi təqdim edilib. Qeyd edək ki, Türk dövlətləri turizminin dəstəyi ilə yaradılan ittifaq hazırda Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistandan ümumilikdə 8 dağ xizək kurortunu birləşdirir.